Salam, axşamınız xeyir. Mənim bugünkü çıxışım nə sosial müdafiə nazirliyindən deyil, bu Bahayanların nə bilim, nə Bədəlov var, bizim deputat ondan deyil. Bugünkü gün mənim çıxışım bu oğru rüfət deyirlər, Gəncəli. Ondandır. Niyə ondandır? Mən Nizami rayonunda kirayədə qalıram və Gəncəlidir ev yiyəsi, 8 dənə evi var. 8 dənə evi var. Mən 2 körpü ilə orada yaşayıram. Özüm də aprel qaysiyam. Vətənimin, dövlətimin keşiyində duran oğlanlar. Və ev yiyəsinə borcum yoxdur. Vaxtı ödənişim eləm. Lakin məni evdən çıxardır. Çıxartmağın nə səbəb? Nəyə görə mən oğru rüfətin adını çəkirəm? Rüfət deyir mənim qohumumdur oğru rüfət. Ona deyərəm gəlib səni geclə aparar. Mən indi buradan oğru rüfətə müraciət edirəm. Allah hamımızın canını sağ eləsin. İçin mən qarşıyım. Allah şəhidlərimizə birinci rəhmət eləsin. İkinci qazilər, veteran can sağlıq. Sonra da bizlərə, sizlərə can sağlıq. Yəni mən inanmıram ki, oğru rüfət yəni qazisini, veteranını gələ geclə aparar, geclə məni məhv elətdirər. İndi müraciətim sizədir, oğru rüfət. Amma vətənimizin, milli qeyrətimizin yolunda əzət çəkmişik. Mənim üçün, yəni necə, mənim üçün oğru da, yəni nə bilim, nədir? Mənim üçün əsgərlərimdir, şəhidlərimdir mənim üçün. Yəni Allah hamımızın canı sağ. Nəyə görə sizin adınıza məni təhdid edirlər və gəlib ki, mənim qohumumda oğru rüfət edər, sənin gecində oğruyar. İndi mənim burada müraciətim olar ki, oğru rüfət. Allah hamımızın canı sağ eləsin. Mən inanıram ki, siz sözümə mənim cavab verərsiniz və yaxud da sözümü sizə çatdırarlar. Mən inanmıram sizdən bu hərəkət olar, amma sizin adınıza istifadə edib məni təhdid edirlər. 2 körpünə çöl atırlar. Mənim səsimə səs ver.